Xoş gördük dəyərli izləyicilər, hər birinizi salamlayıram və əvvəlcədən deyirəm ki, kanalıma abunə olmaq və paylaşmaq, izləməyi unutmayın. Çünki bir-birindən maraqlı mövzularımız gələcək və biz xatırlayırsınızsa, daha əvvəl paylaşdığımız video görüntülərdən birində maşın alanda maşına sonradan qəzası olubmu, sonradan rəng dəyibmi, alıcıların, satıcıların dili ilə desək, biz kraska mövzusuna toxunmuşduq. Daha doğrusu kiçik bir anons eləmişdik. Videomuzun irəliləyən dəqiqələrində Elnur Usta avtomobil alarkən biz həmin prosesi olduğu kimi göstərəcəyik. Elnur, xoş gördük səni bir daha. Hər vaxtın xeyir olsun. Bazardayıq. Daha əvvəl bazardakı vəziyyətlə başlayaq qısaca olaraq. Bu həftə ötən həftəkindən də bərbaddır deyə bilərik. Bazarda maşın isə demək olar ki, yoxdur. Yox. Nə deyə bilərsən? Bu həftə çox zəifdir maşın bazarda. Yəni sizin keçən səfər bir videonuza baxdım. Orada bəzi adamlar deyir ki, turbazdan almaq yaxşıdır. İndi mən sizə bir söz deyim. Yəni turbazda bu boyda maşına gedib baxmaq nə qədər vaxt çəkə bilər? Nə qədər gün sərf eləməsən? Bax, yox, buna gün lazımdır ki, bu boyda maşınlara baxasan. Amma bazarda belədir ki, bazarda bu maşına baxırsan, xoşun gəlmir, ona baxırsan, ona baxırsan. Gör nə qədər seçim var. Bazar yaxşıdır. Yəni mən yenə deyirəm, hərənin öz fikri var. Yəni mən bu bazarda olan adam kimi, bu maşın işinə məşğul olan kimi, bazar ağır şeydir, seçim çoxdur. Turbazda gedib baxırsan falan yerdə, bu maşın yaxşı çıxmır, gedib baxırsan o birisinə vaxt itirirsən, tın çıxırsan, alırsan. Bazar, yəni mən məsləhət görürəm. Biraz zəhmət olmasa belə deyək. Bəzən bazara gəlməmə səbəbini belə izah edirlər ki, bazara gedirik, bizi alverçilər alladır. Yəni belə deyək də 12-13 minlik maşını 4-5 min fərqlə satırlar, baha satırlar. Üstəlik maşının dəhşət qəzası olur. Alladılar, gözümüzü boyurlar və bizi yoldan çıxarırlar, belə deyək də, hipnoz edirlər və biz maşını alırıq. Necə demək, doğrudan da bazara, yəni alverçilər məsələsi. Şəxsən mən özüm maşın alanda kim üçün almıram, mən özüm üçün alıram. Mən hava istəyərəm ki, pis pul verəm, pis maşın alam, əzik maşın alam. Mən onu klient üçün almıram, birinci özüm üçün alıram. Mən dəli deyiləm ki, pulumu verəm pis maşına, gətirəm qoyam, həftələrlə, aylarla gözləyəm ki, maşın satılacaq. Mən həmişə maşının yaxşısı alverçidə olur. Belə bir şeyini mən eşitmişdim. Bəli, maşının yaxşısı alverçidə olur. Maşın alverçisi alanda, maşını alan bir-iki yerinə baxırsan, maşın alverçisi çox yerinə. Yəni maşın alverçisi demək olar ki, ustaların qədər bilir. Uzatmayacaq dəyərli izləyicilər, biz anonsun çünki vermişdik həmin mövzunun. İndi bazara enəcəyik və Elnur əslində maşın almaq istəyir, təbii ki, növbəti bazarlar üçün. Çünki Elnur həm də alıb satır və siz alverçi deyirsiniz, amma sırf avtomobil biznesi ilə məşğul. Həm xaricdən gətirir, həm də burada baxır. Burada növbəti bazar üçün maşın alır və onun müəyyən qiymətdə, indi təbii ki, çörək pulu üçün üstünə gözü bir məbləğ qoymaqla satır. İndi maşın alma prosesini çəkəcəyik. Baxaq görək Elnur dediyi o bezkraska məsələsi. Bəzən izləyicilər deyir ki, bezkraska sözü özü yanlışdır. Yəni onsuz da maşın kraskalı olur. Bəli, kraskalı olur. Sonradan dəyən kraskadan biz danışırıq, qəzasından danışırıq. Əslində Elnur Usta deyir ki, qəza ola bilər maşında. Detal dəyişir. Yüngül ola bilər. Yəni kraska ola bilər. Elə adam var ki, deyir, yox, mənim maşınım bezkraska olsun. Mən kraska dəyən detalı maşını istəmirəm. Yəni elə klientlər də olur, amma elə klient olur ki, deyir, olsun kraska. Amma ciddi qəzası olmasın. Ciddi qəzası olmasın. Yəni biz söhbət o ciddi qəzadan gedir ki, yəni əsas o ki, ciddi qəza olmasın. İndi biz həmin mövzunu əyani şəkildə göstərəcəyik. Elnur Usta baxacaq maşına, hansı maşını indi alacaqsa, hansı maşına maraqlanırsa, hansı detalında rəng var, sonradan rəng vurulub və nə qədər ciddi qəzası olub, olmayıb, bunu da təbii ki, yerində soruşacağıq. Çox güman ki, satıcıların çoxu deyəcək ki, maşında heç bir şey yoxdur. Amma Elnur Usta deyəcək ki, mən gözümlə görürəm də, yəni bilirəm. Çünki Elnur həqiqətən də nə deyirsə, istənilən servisə aparsan, Elnur Usta'nın dediyindən 1% belə aşağı deməyəcək. Yəni eyni Elnur Usta nə deyirsə, həmin onlar aparatla yoxdur. Mən hə, baxanda deyirəm ki, bu detalda kraska var, yox. İndi biz düşürük vaxt itirmədən bazara və qısaca bir məsələni də növbəti videomuzun, növbəti həftədə çəkəcəyimiz mövzunun qısa bir anonsunu da verəcəyik. Videomuzu sona qədər izləsəniz, videonun sonunda həmin anonsla bağlı, biz mövzu ilə bağlı anonsumuzu xatırladacağıq. Bizi izləmədə qalın, düşürük bazara. Elnur Usta ilə axtarışdayıq. Daha başqa maşınlara baxacaq. Qeyd etdiyimiz kimi bezkraska maşını necə tapmaq olar? Yəni sonradan rəng dəymək məsələsi. Çox adam deyir, bu qaynat verir. Mən o həmən adamların bəzisindən razıyam. Amma ki, bunun da elə şeylər var ki, yəni vaxtında qulluq eləyəsən qaynat. Germetikalar öz yerindədir, amma bu yeri kaskalanır. Böyrünün rənglənməyini hardan belə bilməyənlər üçün göstərək də. Yəni, onun kraskanın ləpirindən bilmək olur əsas.
Yəni onun əsas ləpinin başı çıxan Gəl göstərək Nurəddin. bu böyrü kraskalanma. Bunun ləpir deyilən bir şey var. Yəni başı çıxanlar bilir mən nə deyirəm. Kamerada görsənir. Bir dənə yaxından bax sənə. Şpor söhbəti var. Bax bunlar hamısı rənglənir. Bu böyrü zbor rənglənir qardaş. Yəni maşın bu böyrü. Bəli. Sağ tərəf böyrü kraskalanma. O da udar olmuyor. Belə şeydir, boş şeydir. Amma Allah xeyrin versin. Allah xeyir versin. 11.300-ə. Neçənci ildir? 2015. Motor nömrəsi texnik pasportda var. Şevralet Cruz əsas Şevralet Cruz lazım olan bilka yerində. Əsas bizə önəmli aformutda bilkadır, motor nömrəsidir yerində. Qardaş sürdük maşınla. Sürüb bax, ehtiyac deyil. Problem yoxdur. Niyə? Bizə lazım maşını elə maşın nəyi var iş baxışdan bizə deyir. Yəni artıq sürməyə Ehtiyac yoxdur. O motorun səsindən bildik ki, biz nə var, nə yox. Əslində sən baxmısansa, yəni 100 var. Problem yox. Allah xeyir versin, get qardaş. Sən deyirsən. Allah xeyir versin. 16 min yeri var. Alıcı. Yəni rəngdən yerləri var. Kraskalan yerləri var, çox yerində var kraska. Yox, kraska yox. Qardaş, kraska niyə yoxdur ki? Yəni maşın sahibi deyir ki, heç bir yerində kraska yoxdur. Sən deyirsən ki, var. Bir dənə burada, bir dənə kapot. Qardaş, kapot rəhlənir, bu rəhlənir. Niyə rəhlənmir? Çox rəylərdə kapot ama deyil. Qardaş, kraskalanıb da, dəyişmək neyəsən ki, kraskalanıb ona? Sən deyirsən dəymiyib, ona görə sağ deyirəm ki, dəyib kraska. Demək nədir? Vinkod, qardaş, Vinkod boş söhbətdir. O Vinkodu sən, bu nə vaxt gəlib maşın Azərbaycana? Amerikan kartı da qardaş. 2013'ten Azərbaycan, 2013'ten bəri görün nə qədər bu Azərbaycanda yiyəsi olub bunun. 16 minə sürüb baxmıram. Elnur 17 minə dəymir, hə? Baha. Maşının arasında rəng yox idi, Elnur. Onun sol tərəfi yaxşı idi. Sağ tərəfində kraska çox idi. Qabaq kapotuydu. Qabaq sol krılosunda da var idi. Elnur çağırır. Hə, qardaş çağırır. Nə deyirsən, dediyin qiymətdən artıq verəcəksən yoxsa yox? 16 minə. Ondan yuxarı yox. Ya, 16 minə. Yaxşı pul verirəm 16 minə. Ona keçən həftə də verdim, razılaşmadı. Görsən indi. Neçə razılaşdılar? 16.300. Daha öylesi bir satamı verir. Qardaş 16300. Hyundai Sonata Amerikanka 16300-ə razılaşdılar 2013-cü il. Yürüşündən xəbərim yoxdur. Elnur yürüşü nə qədər idi? 120.000 mil. İzləyicilər belə fikirləşər ki, sən bayaq maşını alanda qiymət öldürmək üçün özündən uydura bilərsən o kraska dəymək məsələsini. Aldınız maşını, bilə-bilə aldınız. İndi həmin prosesləri çatışmayan və haralarına rəng dəyib son danışardım. Bax, bu maşının bu detalına kraska dəyib. Bu detal kraskalanıb. Hansı detal? Bir dənə yaxından göstər zəhmət olmasa. Qabaq qapı kraskalanıb. Aha. Bu krilo kraskalanıb. Qabaq kapot kraskalanıb. Arxada qapıda kraskalanıb, qabaq qapıda kraskalanıb. Elnur göstərə bilərsən bax o kraskalanıb deyirik. Sonra rəng Kraskalanıb. dəyib. Sən nətərdir qardaş? Bu ləpir söhbəti var. Yəni onu başı çıxan bilir. Ki, Yəni belə mən gözlə baxıram, heç nə görə mümkün deyil o. bilmirəm. Yəni amma bura kraska dəymir. Arxa kroloya kraska yox. Dəymir. Bu iki detaldır, odur, qabaq krilodur. Gördün özünüzdə şahid oldunuz ki, maşının yiyəsi sizə deyirdi ki, bir detal kraskalanıb. Düzdür, maşının yiyəsində ola bilər ki, onda olmuyor. Ondan qabaq nə qədər adamı sürüb maşını. Burada deməklə deyil. Yəni yeri gəlsə harda desən təsdiqləyə bilərik. Yəni Elnur onsuz da sən o rəng deyən yerlərini sahibinə də dedin, amma o heç qiymətə təsir eləmədi yeri gələndə. Yəni dediyiniz bilə-bilə alıram. Bu maşına keçən bazar 16.000 verdim, vermədi. Görsən bu gün bazar verdi. 16.300-ə razılaşdı. 300-də getdi, notarusda davranışın müddəti az qaldığına görə keçdi. Yeri gəlmişkən elə o əlim yanında satılan qiymətlərlə götürəndə elə eynidir. Eynidir. Çünki bazar qiymətini qınayırlar ki, bazarda çox bahadır, amma belə baxıram ki, bu maşını, yəni bu maşın salamat maşındır qardaş. Əl yanında satılır. O maşını gedib baxırsan ki, hamısı işlənib. Bərbad gündədir. amma burada gözünlə görürsən. Burada gözündən görürəm. Bunu baxıram, xoşum gəlmir, onu alıram, onu alıram, onu alıram. Yəni elə bir şeylər var. Bazar seçimi ayrı şeydir. Dəyərli izləyicilər, deməli növbəti həftə üçün çəkəcəyimiz mövzunun anonsunu verəcəyik indi. Elnur Usta avtomobilin mühərrikxanasını açdı. Niyə açıb onu bilmirəm, indi özündən soruşacağım. Çünki mən dəfələrlə fikir vermişəm ki, Elnur təkcə maşının ümumiyyətlə gövdə hissəsindəki qəzasına baxmır, həm də mühərrikin necə işləməyinə baxır. Amma necə işləməyi, ümumiyyətlə mühərrikdə problem varmı, yoxmu, onu necə müəyyən edir, onu bilmirəm. Porşin səsidir, val səsidir, şatın səsidir,
klaviş səsidir. Bunu yerində bilmək olur. Yəni Porsche və digər səsləri dedim. Mühərrikdə əlavə gələn səslər. Bəli, O mühərrikin nasaz olduğunu göstərən səslər. göstərən səslər bəli. Onu necə müəyyən edəcəksə, Gələn. yəni növbəti videomuzda artıq onu detallı izah edəcəksiniz. Bəli, bəli. Avtosaz növbəti həftədə daha maraqlı mövzu ilə qarşınıza gələcək. Avtomobilin Tabii. mühərrik kanasında, mühərrikindəki əlavə səslər, mühərrikin nasaz olmasını yerində necə müəyyən etmək olar, onu bizə Elnur Usta detallı şəkildə danışacaq və əyani şəkildə göstərəcək. Hələlik sağ olun. Dedim deyəcək onu qoltuq. Kanalımıza abunə olun, bizi izləməyi unutmayın.